Ukrayna Silahlı Qüvvələrinin tərkibində fəaliyyət göstərən Madyar bölməsinin dron operatorları Donetsk vilayətinin şərqində işğal olunmuş ərazilərdə yerləşən bir körpünü nümayiş etdiriblər. İşğalçı Rusiya ordusu tərəfindən istifadə olunan bu körpü bir neçə gün əvvəl dron zərbələri ilə məhv edilib. Bölmənin Telegram kanalında yayımlanan kadrlardan göründüyü kimi körpüyə endirilən zərbələr zamanı ərazidə olan işğalçı ordunun əskərləri öldürülüb və onların cəsədləri ərazidən götürülməyib. Madyar bölməsinin dron operatorları Rusiya əskərlərinin körpünün altında gizlənə biləcəyindən şübhələndiklərinə görə əraziyə bir neçə əlavə dron zərbəsi endiriblər. Під раколовкою птахорукотворною. До розвідка боєм. Фуй-фуй, гриль машин відпрацював у турборежимі. Обсталася отих робоків лише згоріла запеканка very well done і купа спечених баників. Єбуть ті хмари, бас-гітара. Вечоріло. Та сама точка. Позирай, ще один мостився. З автоматом. Звісно, автоматом і залік, і випускний іспит. Підступно той білий дим виглядає. Ніч доброго не обіцяє. Пілот FPV Кліматим у розвідку боєм дрон направляє. Курва, бобер, байо-яйо. Згорів на роботі. Але раколовка ще дасть вугля. Мілкого, але овер до хуя. Пак увидите. Ukrayna Silahlı Qüvvələrinin 14-cü ayrı-ayrı alayının Çorlu dron bölməsinin döyüşçüləri və 15-ci Artilleriya Kəşfiyyat Briqadası Çernilis Donetsk bölgəsində işğalçı Rusiya ordusunun canlı qüvvə və döyüş texnikasını aşkarlayıb və zərbə endiriblər. Artilleriya və dron zərbələri nəticəsində düşmənin komanda qərargah avtomobili 25 milyon dollar dəyərində olan Tor Zenit raket kompleksi, 50 milyon dollar dəyərində olan Buk M3 Zenit raket kompleksi və 50 milyon dollar dəyərində olan S-3 Zenit raket kompleksi, eləcə də ərazidəki işğalçı əskərlər məhv edilib. May ayında Rusiya zavodlarına, o cümlədən unifikasiya olunmuş planelləşdirmə və korreksiya modulları istehsal edən müəssisələrə bir sıra uğurlu hücumlar həyata keçirilib. Ayın əvvəlindən etibarən Ukraynanın müdafiə qüvvələri düşmənin müdafiə sənayesi üçün məhsul istehsal edən Rusiya müəssisələrinə zərbələr endirib. Məlum olub ki, Ukrayna sərhədinə yaxın yerləşən Bryansk vilayətindəki Strela Açıq Səhmdar Cəmiyyəti adlı müəssisə demək olar ki, məhv edilib. Bundan əlavə Enpo Bazalt Açıq Səhmdar Cəmiyyətimə də hücum edilib. Enpo Bazalt ASC-nin əsas müəssisəsi Moskvada yerləşir. Eyni zamanda Ukrayna Təhlükəsizlik Xidməti Moskva vilayətinin Krasnoarmeysk şəhərindəki elmi tədqiqat və istehsalat obyektinə zərbə endirib. Enpo Bazalt Tula və Kostoma vilayətinin Nirexta şəhərində də istehsal obyektlərinə malikdir. Hücuma məruz qalan obyekt Ukrayna sərhədindən təxminən 500 kilometr məsafədə yerləşir. Ukraynalı hərbi ekspert Valeri İlyabov bildirir ki, Rusiya bütün hərbi obyektlərini hava hücumundan müdafiə sistemləri ilə qorumaqda çətinlik çəkir. 22 may gecə hücumundan sonra Moskva, Tula və Oryol vilayətlərində baş verən partlayışlar da bunu təsdiqləyir. Ola bilsin ki, hər şeyi qorumaq mümkün deyil və düşmənin yüzlərlə hələ də zəif qorunan obyektləri var. Ukraynanın müdafiə qüvvələri isə bundan faydalanır. Bugün Rus sosial şəbəkələrində yayılan panikada bunu aydın görmək olur. Orada açıq şəkildə Ukraynanın geniş miqyaslı hücumundan danışılır. Ən əlamətdar hadisələr isə Moskva vilayətində Tula və Oryol bölgələrindəki partlayışlardır.
Rusiya mənbələrinin şahid ifadələrinə əsasən Empo bazalt müəssisələrindən birinə ehtimal edilən hücumdan danışmaq olar. Göstərir ki, Ağ Evdə atəşin dayandırılması ilə bağlı deyilənlərə baxmayaraq, Ukraynanın müdafiə qüvvələri düşmənin hərbi potensialını zəiflətmək məqsədi ilə ilk növbədə müdafiə sənayesi obyektlərini hədəf alaraq irəliləməyə davam edir, deyə o bildirib. Bazalt müdafiə sənayesində iri istehsalçılardan biridir və bir neçə filialı var. Bu şirkət mərmilərdən başlayaraq aviasiya bombalarına qədər geniş çeşiddə sursat istehsal edir. Bununla yanaşı Şçelovski Val zavodunun istehsal obyektlərindən biri də məhv edilib. Bu obyekt bu ilin yazında yenidən inşa edilmişdi. Gəlin bu şirkətlərin fəaliyyətinə daha yaxından baxaq. Empo Bazaltaçıq Səhmdar Cəmiyyəti 1916-cı ildən fəaliyyət göstərir və hazırda Rusiya dövlətinə məxsus Rosterks dövlət korporasiyasının tərkibinə daxildir. Şirkətin məhsulları arasında aviasiya silahları, tank əleyhinə vasitələr, müxtəlif növ və kalibrli minaatan mərmiləri və digər sursatlar yer alır. Xüsusilə qeyd etmək lazımdır ki, Empo Bazalt Rusiya işğalçı qüvvələri tərəfindən aktiv şəkildə istifadə olunan OMBK dəstinin tərtibatçısı və istehsalçılarından biridir. 2024-cü ildə şirkət 7 il sınaqdan keçirilmiş EBK-500 Udrel adlı klaster planirləşən bombanın istehsalını planlaşdırdığını elan edib. Şçelovski Val müəssisəsinə gəlincə, bu zavod Rosterksin tərkibində fəaliyyət göstərən Empo yüksək dəqiqlikli sistemlərə daxildir. Ukraynanın hərbi və siyasi müşahidəçisi Aleksandr Kovalenko Rusiyanın məhdud hücum irəliləyişi və resurs çatışmazlığı fonunda təhlükəsizlik bufer zonası yaratmasının real olmadığını və baş versə belə illərlə vaxt aparacağını bildirib. Kovalenko qeyd edir ki, hazırda Ukrayna ilə Rusiya arasında Çernigov, Sumu və Xarkov vilayətlərindəki nəzarət olunan sərhədin uzunluğu təxminən 860 kilometrdir. Əgər bu tam sərhəd boyunca 20 kilometr dərinliyində bir bufer zonası yaradılarsa, bu ərazi 17 min kvadrat kilometrdən çox sahəni əhatə edər. Müqayisə üçün 20-ci il ərzində işğalçı Rusiya qüvvələri cəmi 3020 kvadrat kilometrdən bir qədər artıq Ukrayna ərazisini ələ keçirə bilib. 2025-ci ilin indiyə qədər olan dövründə isə bu rəqəm cəmi 1,01 kvadrat kilometr olub. Müşahidəçi haqlı olaraq sual verir ki, Rusiya bu bufer zonasını yaratmaq üçün neçə ilə ehtiyac duyacaq. Xüsusilə bu rəqəmlər və Rusiya ordusunun hücum imkanlarının tədricən zəifləməsi, resurslarının isə başqa istiqamətlərdə cəmlənməsi fonunda Kovalenko Rusiya hücumlarının ləngiməsinə də diqqət çəkir. 2024-cü ilin may ayında Rusiya Xarkovun şimalına hücum etsə də, bir il ərzində Vovçansk və Riboki bölgələrində ərazilərini əhəmiyyətli dərəcədə genişləndirə bilməyiblər. O, təhlükənin davam etdiyini etiraf etsə də bildirir. Bəli, Rusiya Sumu, Xarkov və sərhəd rayonlarını dron zərbələri, artilleriya və raketlərlə terror etməyə davam edəcək. Bəli, sərhəd bölgəsində diversiya və hücumlar etməyə çalışacaqlar. Amma bu təmtəraqlı planları reallaşdırmaq üçün onların potensialı yoxdur. Sumu vilayətini və ya Sumu şəhərini tam ələ keçirməkdən isə danışmağa belə dəyməz. Yəni, Rusiya ordusu Putinin daha bir arzusunu yerinə yetirməkdə acizdir. Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin mayın 22-sində Rusiya dövlət mediasına verdiyi açıqlamada sərhəd boyunca təhlükəsizlik bufer zonası yaradılması ilə bağlı ordunun əməliyyatlara başladığını bildirmişdi. Bu açıqlama Putinin ötən yay Ukrayna qüvvələrinin hücuma keçdiyi sərhədyanı Kursk vilayətinə ilk məlum səfərindən bir gün sonra səsləndirilmişdi. Kreml bu ərazinin tam azad edildiyini iddia etsə də, Ukrayna Kurskda əməliyyatların davam etdiyini bildirir. Putin hökumət rəsmiləri ilə videokonferansda belə demişdi. Artıq demişəm ki, sərhəddə zəruri təhlükəsizlik bufer zonasının yaradılması ilə bağlı qərar qəbul olunub. Silahlı qüvvələrimiz hazırda bu tapşırığın həlli ilə məşğuldur. O, bu zonanın Kursk, Bryansk və Belgorod vilayətlərinin sərhədi boyunca olacağını bildirib. Ukrayna Xarici İşlər Nazirliyi isə həmin gün Putinin bu açıqlamasına cavab olaraq bildirib ki, bu bəyanat Rusiya tərəfinin sülhə səmimi marağının olmadığının daha bir sübutudur.